Ölkəmizdə akkreditasiya olunan xarici kütləvi informasiya vasitələri nümayəndələrinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfəri təşkil olunub. Səfərdə Reuters, Associated Press, Anadolu və İhlas agentlikləri, TRT, İran Radio və Televiziya Təşkilatı, Evrasiyanet, RIA Novosti, Sputnik, Interfax Azərbaycan, EFE və digər media nümayəndələri iştirak ediblər. Səfər zamanı kütləvi informasiya vasitələri nümayəndələrinə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına müvafiq olaraq həmin ərazidə aparılan minadan təmizləmə və tikinti işləri, bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanları barədə Qaçqınları və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi, ərazilərin minalardan təmizlənməsi üzrə Milli Agentlik və yerli icra strukturları nümayəndələri tərəfindən yerində ətraflı məlumat təqdim olunub və jurnalistləri maraqlandıran suallara cavab verilib. Həmçinin kütləvi informasiya vasitələri nümayəndələri Ermənistanın işğalı nəticəsində Cocuq Mərcanlı kəndinin tamamilə dağıdılması və viran edilməsinin şahidi olublar. Kütləvi informasiya vasitələri nümayəndələri 20 ildən artıq Cocuq Mərcanlı kəndində yaşayan Həziyevlər ailəsinə baş çəkib və çay süfrəsi arxasında söhbət ediblər. Eyni zamanda bərpa işləri nəticəsində Cocuq Mərcanlı kəndinə geri dönəcək ailələrlə də görüşüblər. Biz çox sevinirik, oğul. Sevincimizin də həddi hüdudu yoxdur ki, kəndimiz bərpa olunur, qayıdacağıq kəndimizə, yaşayacağıq. Allah prezidentimizə can sağlığı, uzun ömür versin. Aprel döyüşlərindən sonra tamamilə demək olar ki, bu kəndin təhlükəsizliyi təmin olundu. Və çox sağ olsunlar, evlər tikirlər, sevinirik, gəlib yaşayacağıq. Böyük qayıdışın təməli bizim kənddən qoyulduğu üçün daha çox sevinirik. İnşallah bu ondan müjdə verir ki, biz gələcəkdə çox yaxın zamanlarda bütün Qarabağımız azad olunacaq, köçkünlərimiz hamısı qayıdacaq öz yurduna, yuvasına. Mən buna görə də öz prezidentimizə dərin təşəkkürümü bildirirəm və deyirəm, gözün aydın Azərbaycan. Artıq biz torpaqlarımızı alırıq və eyni zamanda o alınmış torpaqlarda demək olar ki, tez bir zamanda bərpa işləri görülür, cəmaatımız da çox həvəslə öz torpaqlarına dönürlər. Bu səfər Qaçqınları və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə reallaşıb. Xəyalə Məmmədova, Tahir Ağa Məmmədov, Vüsal Vidadi oğlu, Nail Babayev, Azərtac, Cəbrayıl.